Uşaqlarda dilaltı pərdənin, yəni yüyənin həddindən artıq uzun olması, dilin ucuna qədər birləşməsi. Bu tipli dildə ankiloplasiya adlanır. Kəsilməzsə gələcəkdə nə problem yarada bilər? Uşağın gələcəkdə danışmasında problem yarana bilər. Bəzi səslər var ki, onları rahat tələffüz edə bilmir və körpə yaşlı uşaqlarda isə əmmə aktında problem yaradır. Uşaqlar rahat süd əmə bilmir. Ona görə məsləhət görür ki, bunu daha erkən yaşlarda, 1 ayında, 2 ayında yüyəli kiləşdirmə ilə kəsilsin. Daha böyük yaşlarda isə sedasiya edirik. Halbuki pasiyentimiz 1 yaş yarımlıq pasiyentdir. Sedasiya, yüngül sedasiya edib 5 dəqiqəlik bir prosedurla həmin o pərdəni kəsəcəyik. Və videoda gördüyünüz kimi həmin o pərdə monopolyar kotor aparatı ilə, eləsindən lazer deyilir. Qısa bir prosedur, yəni 10-15 saniyə prosedurla qansız yolla kəsilir və ağrısız olur. Əməliyyatdan sonra da uşaq rahat yeməyində rahat yeyə bilir.